Xanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Mən Qabil Türkoğlu sizə vacib bir xəbər çatdıracağam. Belə ki, İlham Əliyev göstəriş verdi. Bütün Azərbaycan kişilərini baboş edin. Baboş İlham Əliyevin əmridir. İlham Əliyevin göstərişidir. Və uzun illərdir bu proses davam edir. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, indi görün sizə nələr deyəcəm, nələr. Ən yuxarı üst təbəqədən aldığım məlumatlara görə İlham Əliyevin və Mehriban Əliyevanın göstərişi ilə bütün xalqı xərçəng rak xəstəliyinə yoluxduracaqlar və ondan da qabaq petxulaşdıracaqlar. Baboşvar eləyəcəklər xalqı. Getdik, xəbərimi çatdırıram sizə. Mən xəbəri çatdıranda hər biriniz biləcəksiniz ki, Qabil düz deyir. Azərbaycanda bütün kişiləri baboşvari etmək əmri ta qədimdən verilibdir. Yəni İlham Əliyev hakimiyyətə gələndən bir neçə il sonra. Amma son zamanlar daha da gücləndirilibdir. Deməli, Azərbaycanda hər hansı bir xəstəliyə görə, xüsusilə cinsi zəifliyə və digər xəstəliklərə görə həkimlər 8-14 gün, hətta bəzi hallarda 20 gün, 30 gün antibiotik yazırlar. Yuxarıdan gələn göstərişə əsasən nistatin göbələk yaratmamaq üçün nistatin ümumiyyətcə yığışdırılıb demək olar ki, flukonazanol hamısı fake'dir, basma dərmanlardır, tərkibi dəyişdirilmiş dərmandır, yəni flukonazanol. Yəni, dəyərli həmvətənlərim, onun da xeyri yoxdur və minlərlə manat, 5.000, 3.000, 10.000 pul alırlar həkimlər, amma heç nə yoxdur ortada. Antibiotiki 8, 15 və yaxud 20, 30 gün bərdanana zırrayırlar. Nəticədə insanlara düşür nə? Göbələk. İnsanlara düşür hansı xəstəlik? Göbələk xəstəliyi. Nəticədə göbələk xəstəliyi, kişilərdə gəlir oturur, göbələk düz yumurtalıqda, yəni xayada, hətta spermaya qədər gedib çıxır göbələk. Ən murdar, ən çətin sağalan xəstəliklərdən biridir xərçəng rak xəstəliyi, xərçəng rak, sonsuzluq, kişiliyinin itirilməsi bu kimi xəstəlikləri yaradır. Axırda da xərçəng xəstəliyinə yaxalanaraq həmin adamlar dünyasını dəyişir. Ona görə onkoloji xəstəxanaların qabağı doludur. Ona görə erkən boşalma, kişilər hamısı pis vəziyyətdədir. Ona görə ailələr dağılır. Neçədə gəlir göbələk oturur xayada oturur və kişi hormonu olan testosteronu aşağı salır, kişi hormonunu aşağı salır və qadın hormonu avtomatik olaraq qadın hormonu qalxır. Və hətta erkən uşaq vaxtlardan belə antibiotik vururlar deyə, və yenə deyirəm, nistatin və flukonazanol ya yoxdur, ya da flukonazanol necə deyək, fake'dir. Ona görə də uşaq vaxtından, orta məktəblərdən uşaqların döşləri yekələnməyə başlayır, qız kimi oynamağa başlayır, artıq burcuda yeriməyə bütün, yəni qadın hormonları çoxalan cavan oğlan ya uşaq necə olacaq aydın məsələdir, elə olur. Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, xalqı ta erkən yaşlarından, belə yeniyetmə yaşlarından petxulaşdırırlar, uşaqlıqdan petxulaşdırırlar kişiləri. Və Amerika professorları da araşdırdılar, ortaya qoydular ki, bütün rak və xərçəng xəstəliyinin hamısı ya çox böyük bir hissəsi göbələyin nəticəsində yaranır. Dəyərli həmvətənlərim, birinci kişiləri petxulaşdırırlar, daha sonra xərçəng xəstəliyinə yoluxdururlar. Və eyni zamanda qadınlarda da döş xərçənginin yaranması, müəyyən axıntılar, müəyyən Yumur, 3 qadından birində, ikisində var. Yumurtalıqlarda problem hər 3 qadından birində, ikisində var. Və yenə deyirəm, nistatin və flukonazanol ya yoxdur, ya da flukonazanol necə deyək, fake'dir. Ona görə də uşaq vaxtlardan, orta məktəblərdən uşaqların döşləri yekələnməyə başlayır, artıq burcuda yeriməyə başlayır,
və hamısı bu göbələyin nəticəsidir. Və deyilən vətənlərim, göbələk xəstəliyinin əlamətlərini deyirəm. Dostlar, ən çətin sağalan, ən murdar xəstəlikdir və bütün ən ağır xəstəliklərin başlanğıcıdır. Vitamin çatışmamazlığı göbələk. Deyilən vətənlərim, dəyərli soydaşlarım, əlamətlərini deyirəm. Qasıqda, yumuşaq yerlərdə, xüsusilə qasıq, yan qasıqlarda qaşınma. Su yoluna çıxan zaman kanalda, istər qadın, istər kişi, kanalda qaşınma. İstər qadın, istər kişi, qasıqlarda qaşınma. Xayanın, yumurtaların, xayaların balacalaşması. Cinsiyyət orqanının balacalaşması, cinsi zəiflik. Deməli, kişilərin döşünün yekələnməsi, erkən boşalma, dilin üstü çat-çat, dilin üstü çat-çat olması, ağızdan pis qoxu gəlməsi, qəbizlik, qarında qaz yaralması, bəlğəm yaradır, panik atak da yaradır. Və deyilən bu hallar olan adamlar, hələ mən bir hissəsini saydım, bundan da başqa hallar yaradır. Mən bunları saydım, həkimə müraciət eləmək lazımdır. Bir ay, ən azı 6 ay, bir aydan 6 aya qədər müalicə olunmanız lazımdır. Mən ən üst düzeydə həkimlərdən bu məlumatı aldım. Deməli, bu kişilərin petuqlaşdırılması, İlham Əliyev deyir, mən petuq demirdiniz, bütün xalqı petuq eləyəcəm. Vəssalam, bütün xalqı petuq eləyəcəm. Yaxşı, sizə sual verirəm də, bizim Azərbaycandakı kişiləri, insanları görürsünüz, eləmi? Yaxşı, Azərbaycandakı qədərdən də çox Avropada, Rusiyada, Türkiyədə var da, neçə milyon Rusiyada, milyon yarım Türkiyədə, 1 milyona yaxın Avropada, Amerikada 1 milyona yaxın. Yəni, bunların petuqlaşdığını, petuq kimi hərəkət elədiyini görmüsünüzmü? Və mənə deyin də, görmüsünüzmü? Naborot elə bir qeyrət gəlir, bir kişilik, elə bir ki, daha da sərtləşir Azərbaycandan çıxan kişilər. Əzəm vətənlərim, dəyərli soyda, İlham Əliyev deyir ki, mənə petuq demirdiniz, götünü qumara qoyan, hamınızı petuq eləyəcəm. Açıqca İlham Əliyev əmr verib ki, bütün həkimlər antibiotiki 7, 15 gün, 8-15 gün, 20 gün, 30 gün vurmalıdır və göbələk əleyhinə dərmanlar verilməlidir, verilsə də basma dərmanlar verilməlidir. Əzəm vətənlərim, dəyərli soydaşlarım, bütün kişiləri petuqlaşdırırlar. Bu İlham Əliyevin göstərişidir birbaşa. Birinci, insanlar petuqlaşır və göbələyin nə yaradır axırda? Göbələk axırda xərçəng yaradır. İndi adam var, yeməyinə biraz diqqət eləyir, adam var, immuniteti biraz güclüdür, bir balaca uzun zaman göbələkdən yaşaya bilir, bəlkə də göbələkdən ölə bilir. Amma çox insanlar, indiki qidalarla, indiki immunitetdən çox insanlar erkən yaşında və deməli, orta yaşında, xüsusilə də orta yaşını o isə keçən kimi insanlar cinsiyyət problemi yaşayır və dalından da xərçək xəstəliyi. Baxın, bu saat iki həkimlərin önü doludur. Cinsiyyət problemi, erkən boşalma, cinsiyyət problemi, necə deyərlər, bir də deyilən vətənlərim, rak, xərçək xəstəliyindən dolayı insanlar xəstəxananın qabağında növbələrə durubdur. Hamısının nəticəsi, bax, budur. Ona görə biləsiniz və vaxtında tədbir görəsiniz. Bunun üçün bitkisel də dərmanlar var, bunun üçün müalicə var. Yetər ki, bilin ki, diliniz çatdı mı, qasıqda qaşınma varsa, cinsi sorunlar, bu da saydım da geri fırlayıb bir də baxarsınız. Və belə problemləri olan adamlar hamısı dərhal müalicə olunsunlar. Birinci, petuqluq, sonra da xərçək xəstəliyi yaradacaq. Yazıqsınız. Çalışın, həyatda qalın. Mənə sağlam insanlar lazımdır. Sağlam bədəndə sağlam ruh olar. İlham Əliyev zaten rədd eləyəcək bu yaxın vaxtlarda. Amma insanlar sağlam olsa daha yaxşı olar. Əzəm edənlərim, dəyərli soydaşlarım, məhz tibbi sığorta, bilirsiniz də ən pis vəziyyətdədir Azərbaycanın həkimlərin didərgin düşməsi, həkimlərin maaşının az olması. Bu hamısı elə xəstəxanalar var, həkim yoxdur, yaxşı həkim yoxdur. Əzəm edənlərim, xəstələrin də sayı en qədər. Bunların hamısını İlham Əliyev yaradıbdır. Göbələkdən müalicə olunun, göbələk xəstəliyi birbaşa kişiləri petuqlaşdırmaq, qadınları, kişiləri birbaşa məhv eləmək, xərçək xəstəliyinə yoluxdurmaqdan ibarətdir.